Nizami rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır mövzusunda tədbir keçirilib. Tədbirdə 91-lərin üzvləri Professor Südeyf İmamverdiyev və deputat Vüqar Rəhimzadə, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Hikmət Məmmədov, Yeni Azərbaycan Partiyası mərkəzi aparatının nümayəndəsi Rafael Gülməmmədov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digərləri çıxış ediblər. Nitqlərdə bildirilib ki, Yeni Azərbaycan Partiyası ölkənin ağır və keçməkeçli bir dönəmində ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Məşhur 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciəti, Naxçıvanda keçirilən təsis konfransı və partiyanın yaranma missiyası Azərbaycan dövlətçiliyində mühüm tarixi hadisə kimi qiymətləndirilib. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının siyasi ideoloji fəaliyyətinə, dövlət siyasətinin təbliğinə, sosial media üzrə maarifləndirmə işinə, gənclərlə bağlı layihələrə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra şəxslər və ərazi təşkilatları təltif olunub. Eyni zamanda könüllülük proqramının məzunlarına sertifikatlar, partiyaya yeni üzv qəbul olunanlara vəsiqələr təqdim edilib. Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətinə həsr edilən video çarx nümayiş etdirilib. Mərasim Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.